Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Bəsti Sevdiyeva həyat ziyarəti zamanı yaşadığı hadisədən danışarkən kövrəlib. Xəbər verilir ki, sənətçi bu barədə Günə Uğurla verilişində danışıb. Bəsti Sevdiyeva bildirib ki, 2005-2006-cı illərdə həyat ziyarətində olarkən Qədir Rüstəmovun səsini eşitməsi ona çox təsir edib. 2005-2006-cı illərdə həyat ziyarətinə getmişdim. Kimə dedim ki, tezdən gedək sübh namazına, gələn olmadı. Ora tez getmək lazımdır. Orada gecə-gündüz bilinmir. İnsan çox olurdu. Peyğəmbərin qəbrini ziyarətə getdim. Yol boyu qızıl dükanları var idi. Bir daşın üstündə oturdum ki, dincəlim. Birdən gördüm ki, kimsə Qədir Rüstəmovun olmaz ifadəsini səsləndirir. Bilmədim nə edim. Oturub kövrəldim.